Part 2'ye hoş geldiniz. Bizim bura artıq gəlmə səbəbimiz mobilyografiya və SMM üzrə master-klass keçməkdir gənclərə. Burada artıq oyanırıq, hazırlaşırıq və düşürük aşağı Qarabağ Sentr mərkəzində. Qeydiyyatdan keçən bütün tələbələr artıq master-klassa gəlir. Onların qeydiyyatını edirik və açılışı təbii ki, bütün gənclərin sevimlisi və çox gözəl layihələr edən Aytən xanım edir. Daha sonra isə estafet keçir bizə və tələbələrlə salamlaşırıq, bir-bir tanış oluruq və sonra master-klassımıza davam edirik. Burada əsas məqsəd master-klassda iştirak edən tələbələrdən 5 nəfəri seçim etməkdir və sentyabr ayında onlara təlim keçəcək. Ondan sonra həmin tələbələr Qarabağda işlə təmin olunacaqlar. Çox bir məsuliyyətli bir işin üzərindəyik hal-hazırda, amma biliyimizə, bacarığımıza, güvəndiyimizə görə bizə çox rahat oldu. Bu arada 1-2 saat bitər deyə düşündüyümüz master-klass 5-6 saata qədər uzandı. Bu da deməkdir ki, bizim master-klassımız çox gözəl keçdi. Master-klassımızın ikinci hissəsi Kübar restoranında davam etdi. Çünki biz tələbələrə çay fasiləsi elan etdik. Ondan sonra düşündük ki, elə ikinci hissəni burada həyata keçirdik. Burada şərait çox gözəl olduğuna görə biz onları komandalara böldük və artıq onlara komanda işi verdik. Komanda işində artıq kimin necə potensialda olduğunu tam əminliklə görə bildik və Bakıya qayıdan kimi onların seçimlərini etdik. Burada isə özümüzü bu gözəl işə görə ürəkdən alqışlayıb bugünü çox gözəl xatirələrlə yekunlaşdırdıq.